Salam, hər vaxtınız xeyir. Bugün sürət mövzusunda keçən səfər birinci hissəsinə baxmışdıq. Yəni 8-ə qədər olan suallara. Bugün isə 9-dan digər suallara baxacağıq. 9-dan başlayaq. Bizə deyir ki, motosikletçi sxemdə göstərildiyi kimi M nöqtəsindən N nöqtəsinə 2 dəqiqə ərzində gəlir. Onun yer dəyişməyə görə sürətini tap və istiqamətini sxemdə göstər. Baxaq, əvvəlcə M nöqtəsindən başlayıb hərəkətə və N nöqtəsinə gedib. Baxaq, birinci bizim yer dəyişməyə görə dediyi üçün ilk növbədə yer dəyişməni tapmalıyıq. Yer dəyişmənin tərifi də odur ki, başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş xətt. Yəni bizə ortalardakı maraqlı deyil, başlanğıc bir maraqlıdır, yer dəyişmə, bir də son. Mən baxıram ki, tərifi sadəcə qeyd edirəm. Başlanğıc və son nöqtələri birləşdirdim. Deməli, bu məsafə mənim nəyim olacaq? Yer dəyişməm olacaq. Bu da nə qədərdir? 1200-ə bərabərdir. Yəni, bu məsafə 1200. Bu məsafəyə paraleldir də. Onda biz deyə bilərik ki, aşağıdakı məsafə də elə deməli bizim yer dəyişməmizdir. Daha sonra və bizə zaman verib T2 dəqiqədir. Dəqiqəni də saniyəyə çevirək. 2 vurulsun 60 olacaq. O da eləyəcək 120 saniyə. Və yer dəyişməyə görə sürətin düsturə V bərabərdir. S yer dəyişmə bölünsün T olacaq. S'imizi tapdıq ki 1200-dür. Zamanımız da tapdıq ki 120-dir və burada ixtisar gedəndə qalacaq 10 metr böl saniyə almış olduq. İstiqaməti də burada göstərmişikdir. Daha sonra avtomobil şəkildə göstərilmiş trayektoriya ilə hərəkət edir deyir. Buraları silək. Onun yer dəyişməyə görə sürətinin ədədi qiyməti yola görə sürətindən böyükdür, yoxsa kiçikdir. Biz bilirik ki, bu hərəkət trayektoriyasına bir dənə fikir verin. Necə əyri xətlidir. Biz trayektoriyanın mövzusunu keçəndə demişdik ki, trayektoriyanın 2 növü var. Əyri xətli trayektoriya, bir də düz xətli trayektoriya. Buradan da göründüyü kimi bu hərəkət trayektoriyası əyri xətlidir. Və biz də bilirik ki, əyri xətli trayektoriyada yol yer dəyişmədən böyük və böyük bərabər olur. Ona görə indi bizə deyir ki, onun yer dəyişməyə görə sürətin ədədi qiyməti yola görə sürətindən böyükdürmü? Yer dəyişmə təbii ki, yola görə sürətdən kiçik olacaq. Yəni, yol böyük olur həmişə. Əyri xətli hərəkətdə. Düz xətli hərəkət olsaydı, yol yer dəyişməyə bərabərdir deyərdik. Burada bu şəkildə yazmaq daha düzgündür. Çünki yer dəyişmə mənfi qiymət ala bilir. Daha sonra verilmiş söz və ya sözlərdən istifadə edərək, ifadələrdən istifadə edərək mətni tamamlamamızı istəyir. Hərəkət edən cismin sıfıra ola bilər. Biz bilirik ki, yol nədir? Sıfıra bərabər ola bilmədiyi kimi yola görə sürət də sıfır ola bilməz. Ona görə yer dəyişməyə görə sürət olacaq. Buranı 1, 2, 3, 4, 5-də ifadə eləyək. Burada yazanda uzun olmasın. Deməli, bura 2 uyğun gələcək. Sonra hərəkət zamanı sıfıra bərabər ola bilməz. Dedik ki, yola görə sürət nədir? Yol sıfıra bərabər ola bilmədiyi kimi yola görə sürət də sıfıra bərabər ola bilmir. 1. Sonra yola görə sürət necə kəmiyyətdir? Biz bilirik ki, yola görə sürət skalyar kəmiyyətdir. Yer dəyişməyə görə sürət isə vektorial kəmiyyətdir. Yəni 4 olacaq. Yola görə sürət yer dəyişməyə görə sürətin ədədi qiymətindən heç vaxt nə olmur? Kiçik olmur da, bayaq onu dedik. Yəni yol yer dəyişmədən kiçik ola bilməz. Çünki yol sıfıra bərabər ola bilmir. Yol mənfi qiymət ala bilər. Yol ümumilikdə müsbət skalyar kəmiyyətdir. Ona görə də bura 3-ü qeyd edirik. Daha sonra aşağıdakı kəmiyyətlərdən hansı sıfır olduqda cismin hərəkət etmədiyini demək olar. Hərəkət etmədiyini demək olursa, əgər cisim başladığı nöqtəyə qayıdırsa, onda məsələn nə olacaq? Yer dəyişmə yəni hərəkət etmədiyini demək olar da yer dəyişməyə görə sürətdə. Çünki fərqi yoxdur, bayaq da bir məsələ vardı. Yəni nə qədər vaxtdan sonra qayıdırsa, əsas odur başladığı nöqtəyə qayıdırsa, deməli yer dəyişmə sıfır olacaq. Ona görə yer dəyişməyə görə sürətdə, yəni sıfır olur. Bu deməkdir ki, yəni hərəkət etmir də. Hərəkət trayektoriyasının hansı formasında yer dəyişməyə görə sürətin ədədi qiyməti yola görə sürətə bərabərdir? Burada qeyd eləmişdim ki, düz xətli hərəkətdə, yəni əgər hərəkət trayektoriyamız düz xətt olursa, bu zaman yol yer dəyişməyə bərabərdir.
Yox, əgər əyri xətlidirsə, o zaman yol böyük və böyük bərabər, bəzən böyük göstərilir, bəzən böyük bərabər. Yer dəyişmədən bu şərt daxilində ödənir. Bu günlük bu qədər.